Zamane qəhrindən, çərx fələkdən, zamane yar qəhrindən, çərx fələkdən, məni yaradana şikayətim var. Zalma fələn bil ki sənin əlindən, o şah mərdana şikayətim var. Uyanma, uyan. Qızıl gül təyədi qönçə gətirər, apar bax Kəlbəlada bitirər. Qulma vəsiyyətini götürər, o Məryəm qadına şikayətim var. Uyanma. Biçare yar daşkın yaman gününden, şahı Xorasan'a şikayetim var. Aman aman aman, uyaman aman. İkisi bir boyda gezen güzeller, ikisi bir boyda gezen güzeller. Oynamalarda süzen güzeller, oynamalarda süzen güzeller. Her söze bir söz düzen güzeller, adı dillerde gezen güzeller. Her söze bir söz düzen güzeller, adı dillerde gezen güzeller. Ey bana çıktım gönlüm yar gelir, alar maralı amalar gelir, alar maralı amalar gelir. Başıma örtük kara şal gelir, yanağı üstte kara fal gelir. Başıma örtük kara şal gelir, yanağı üstte kara fal gelir. Sağ olun müəllim, səsinizə var olsun, çox sağ olun. Axşamınız xeyir olsun, hörmətli tamaşaçılar. Hər bazar axşamında olduğu kimi, bugün də Buta Məclisi ənənəsinə sadiq olaraq sözü, musiqini sizinlə paylaşmağa gəlibdir. Bəxtiyar Vahabzadə deyir ki, ayıra bilmişmi görən bir nəfər həqiqi dünya ilə kölgə dünyanı. Qayda bilsəydi əgər gedənlər, dərk edən olardı bəlkə dünyanı. Hər kəs bu dünyanı bir cür yaşayır, özünə də bir cür dünya yaradır. Və bu dünyada hər kəs özünü bir cür ifadə edir. Kimisi sənəti ilə, kimisi sözü ilə, işi ilə. Allaha, sənətə, sözə tapınan insanlar da var. Bu insanlar ki, hər bazar axşamında Buta Məclisinə gələr və sizinlə yaxından tanış edərək bu qonaqlarımızı, elə bugün də bu ənənəmizə sadiqik. Bu ənənəmizə sadiq qalaraq da bir-birindən maraqlı düşüncələri, duyğuları olan qonaqlarımızla görüşünüzə gəlmişik. İstəyərdim elə bu məqamda da qonaqlarımızı sizinlə yaxından tanış edəyəm. Az öncə gözəl səsi ilə tanış olduğunuz gözəl müğənnimiz Adil Qasımov və onu müşayiət eləyən Aran ansamblı və qiraət ustası Şaiq Goranboylu və
şair Elməddin Nicat. Salamlayıram bir daha hər birinizi, xoş gəlmisiniz deyirəm. Və düşünürəm ki, elə bu yaxın saatda tamaşaçılarımız sizin sözünüzdən də, səsinizdən də bir mənəvi zövq alacaq, bir gözəl istirahət axşamı yaşayacaqlar. Elə ilk öncə istəyərdim şair Elməddin Nicata fikirlərimi yönəldəm və onunla biraz söhbət eləyəm. Şair, bax, elə bir təsadüf elədi ki, verilişimiz, mən elə sizinlə tanış olanda sizin kitabınız, yeni bir kitabınız işıq üzü görübdür. Sizi bu münasibətlə də təbrik edirəm və düşünürəm ki, elə bax, sizin bu yeni kitabınızdan yeni şeirləri tamaşaçılarımız dinləyəcək və bir mənəvi zövq alacaqlar. Çox sağ olun sizə və sizin kollektivinizə, bu verilişdə əziyyət çəkən kollektivə təşəkkür edirəm. Mən də bu bazar axşamı bütün tamaşaçılarımızı salamlayıram. Deyirəm, onlar üçün bu istirahət axşamı xoş və uğurlu olsun. Bəli, bu sizin qeyd elədiyiniz kimi bu mənim kitabım elə bu sizinlə tanış olan ərəfədə işıq üzü gördü. Bu kitabın işıq üzü görməsində göstərdiyi xidmətlərə görə dostlarımıza öz təşəkkürümüzü bildiririk. Şair həyatı, şair taleyi, əgər nə qədər buna sahib ola biliriksə, çalışırıqsa, can atırıqsa, bilmirəm, indi onu oxucular biləcək. Bu çox məsuliyyətli və həddindən artıq mənim üçün ağır gələcək bir sınaqdır. İnşallah yaxşı oxucular, sözün dəyərini, yerini bilən oxucular öz zövqlərini kökləyə bilsələr, nə mutlu bizlərə. Elməddin müəllim, bax, elə bizim verilişimizin qayəsi budur ki, gənc şairlərimizi, yazarlarımızı, ümumiyyətlə şairlərimizi, yazarlarımızı Buta məclisinə dəvət edirik və onların yaradıcılığını birbaşa tamaşaçıların öhdəsinə buraxırıq və tamaşaçılarımız da öz, belə deyək, düşüncə, duyğu süzgəclərindən keçirib öz qiymətlərini verirlər. Və düşünürəm ki, elə tamaşaçılarımız da bu günlərim sizin şeiriyyatınızdan, sözünüzdən bir zövq alacaqlar. Bax, Elməddin müəllim, bu yaşınızda, gənc yaşınızda bir ənənəvi sualımızı sizə verim ilk öncə. Necədir bir şair ömrünü yaşamaq bu yaşda? İstəyərdim bu barədə danışaq biraz. Bilirsiniz, şair ömrü digər insanların ömründən bəlkə də biraz çətindir. Şair duyğuları ilə baş-başa qalmaq, fikirləri ilə, xəyalları ilə baş-başa qalmaq və hansısa bir şeiri ortaya gətirmək üçün yuxusuz gecələr və o şeirin hansı uğurla qarşılanacağının məsuliyyəti ilə yaşamaqdır. Və mən zənnimcə, mənim yanaşmam belədir ki, şair həyatı adi insanların həyatından tamam fərqlidir. O, həm öz həyatını yaşayır və eyni zamanda gördüyü bütün acıları, bütün çatışmamazlıqları və eyni zamanda könlümüzcə olan və olmayan tərəfləri yaşaya bilir. Tanrının verdiyi ömrü, taleyin qəsdin yaşadım, bəzən coşdum haylı, küylü, bəzən də sustum, yaşadım. Dünyanın dar dalanında düz çıxdı tər dabanımdan, məni sancan ilanın da quyruğum bastım, yaşadım. Səni sevdim, səni qəsdən, çıx könlünə, məni səsdən, ürəyimdən gələn səsdən özümü astım, yaşadım. Biz də bu cür yaşayırıq. Şair, bax, bu yaşınızda yəqin ki, özünüzə bax, bu kitabda öz dünyanızı yəqin ki, müəyyən qədər, belə deyək, şeirinizlə çəkmisiniz. Öz dünyanızı, bütün duyğularınızı, düşüncələrinizi. Bax, öz düşüncə dünyanızı, öz şeiriyyatınızda necə yaradırsınız? Bəzən insan xəyalları ilə baş-başa qaldığı anda o tərki dünya olursan. Yaşadığın dünyadan xəyal dünyasına daxil olursan və xəyal dünyası səni hansı monist duyğularla qarşılaşdıracaq, o çox qəribədir. Onu yaşayanda da mutlu olursan. Eyni zamanda yaşamaq iddiasında olanda da çox mutlu olursan. Ötən illər bir qərənfil həyatı, xallı lalə oxunmamış bayatı, günü gündən şaxələnib boyatır dünya mənim içim boyda görünür. Arzum dönüb, yel aparmış əlçimə, uzağa yox, boylanıram içimə. Ülgüsü var, uyğun gəlmir ölçümə, dünya mənim içim boyda görünür. Bir sahilik, ayrı tayda deyiləm, o günəşdə, mənsə ayda deyiləm. Mən dünyanın çölü boyda deyiləm, dünya mənim içim boyda görünür. Dünya tutmaz dekimdəki arzunu, öz boyunda biçimdəki arzunu.
ancaq tutur içimdəki arzunu. Dünya mənim içim boyda görünür. Minnətdaram şair. Çox fərqli bir fəlsəfi yanaşmanız var öz duyğularınızla, düşüncələrinizlə həyata. Bax, istəyərdim elə qiraət ustamız, gənc qiraət ustamız, doğrudan da mən Şahid müəllimlə tanış olanda, yəni onun belə deyək, söz boğçası ilə tanış olanda çox mənə sevindirici gəldi ki, bu yaşda, yəni bax bizim yaşımızda olan gənclərimizdə, bax belə istedadlı gənclərimiz də var və bu məni sevindirir. Bax, istəyərdim ki, Şahid, bax bu barədə sizdən söhbət edək ki, necə oldu ki, bax qiraət ustası oldunuz? Yəni sizi nə çəkdi ki, məhz gözəl şairlərimizin, sənətkarlarımızın sözlərini öz düşüncənizin, duyğunuzun əzbərinə çevirdiniz? Təşəkkür edirəm. Mən efir qarşısında eləşən bütün tamaşaçılarımızı salamlayıram. Bu bazar axşamınız xeyirli, uğurlu olsun. Hər kəsə bol istirahət arzulayıram. O ki, qaldı suala, açığını qeyd eləsəm, mən ədəbiyyatçı ailəsində doğulmuşam. Mənə ədəbiyyata çəkib gətirən də elə məhz bu ədəbiyyatçı ailəsində doğulmağımdır. Və hər halda ümumilikdə mənə elə gəlir ki, söz bəşər yaranandan ən ali qüvvədir. Çünki söz haqqında bir çox insanlar böyük sözlər deyiblər. Sadəcə bir stat qeyd etmək istəyirəm ki, ovu quşun qanadından saldırar, hökmü ilə çay dayanar, sal durar. Söz yıxanı ellər çətin qaldırar. Şillə sözdür, yumruq sözdür, pəncə söz, bəşərdə ən qüdrətli neymətdir məncə söz. Hər halda bu fikirlər Zəlimxan Yaquba məxsus olsa da, düşünürəm ki, daha doğru bir, məntiqli bir sözdür. Bir də deyiblər, yaxşı söz nə sənin, nə də mənimdir. Bacarıb yerində, işlədənindir. Bax, bu baxımdan söz ümumiyyətlə bizim həyatımızı əhatə edən xüsusi bir böyük bir məntiqdir. Məhz elə duyğu, düşüncə mən düşünürəm ki, elə bir qüvvədir ki, kimin deməsindən asılı olmayaraq, əgər onu bir insan dərk edir öz əzbərinə və öz əməlində göstərirsə, elə o sözün müəllifi də həmin insandır deyir. Təbii. Bax, istəyərdim ki, bax, hansı şairlərin yaradıcılığına daha çox üstünlük verirsiniz öz əzbərinizdə? Bax, hansı şairlərin şeirlərini el məclislərimizdə bax, daha çox təbliğ edirsiniz, onlarla bağlı danışardınız? Açığını qeyd eləsəm, bütün şairlər gözəl yazıblar. Azərbaycanda ümumiyyətcə xalq istedadlı xalqdır, dəhi yazarlarımız var, gözəl söz ustalarımız var, gözəl qiraətçilərimiz də var. Bəli. Hər kəsdən müəyyən mənada bəhrələnincə insan daha zəngin bazaya malik ola bilir. Bu baxımdan bütün şairləri mütaliə etmək, bütün şairlərdən nəyisə öyrənib əzbərləmək azad seçimdir. Ona görə bütün şairlərin hər birinə xüsusi diqqətlə yanaşıram. Bayaqları dəyərli sənətçimiz Məzahir Daşqının sözlərimlə yanılmıramsa Bayata Qacar muğamı da ifa etdi. Hər halda elə bu anda istəyirəm sadəcə bir statla deyim. Buyurun. Saadətdir şair olmaq. El obada, yadda qalmaq. Bu daşqını yada salmaq, saza qalır, sözə qalır. Hər halda baxın, sadəcə bir şair ömrü bugün ümumiyyətcə bir məqamda xüsusilə qeyd edeyim ki, dekabr ayın 21-i Məzahir Daşqının 103 illik yubileyi də qeyd olunur. Baxın, 103 il ömür artıq nə qədərsi dünyasını dəyişib, amma baxmayaraq yenə yaşayır. Yenə yaşayır. O baxımdan Bəli, hər kəs dinləmək daha doğru. Söz elə bir qüvvədir ki, doğrudan da əgər o sözün mənası, o insanı düşündürəcək bir qayəsi varsa, söz insanı yaşadır. Elə söz deyək ki, elə söz də həmişə bizi yaşatsın diləyirəm. Elməddin müəllim, bax, kitabınızın çox maraqlı bir adı var. Dağlar yuxunuz çin olsun. Bax, bu necə oldu ki, bu kitabın adını belə qoydunuz? Çox maraqlı bir adı var. Yəni, üzərində olan rəsmdə mənim nəzərimi çəkdi. İstəyərdim elə bu barədə də danışardınız. Siz Natiq müəllim, bu kitab kitabın üzqabını bizim çox görkəmli rəssamımız, bugün dünya rəsm aktivist sanatçılar birliyinin Azərbaycan üzrə başqanı Nəvai Mətin Məmmədoğludur. Mən buradan ona öz təşəkkürümü bildirirəm. Çox sağ olsun. Bu kitabın üzqabığı üçün hardasa o bir zamanının aşağısı, bir ay yarımını sərf elədi. Və çox sağ olsun ki, uğurlu bir rəsmdə oldu, düşündürücü bir əsər də oldu. Yəni, onun üçün də daha yaxşı bir əsər oldu. Və eyni zamanda mənim kitabım üçün də uğurlu bir oldu. Adına qaldı, bu adda bir şeirim var. Buyurun. Qəribsiyib səs içimdə, ağlar yuxunuz çin olsun.
Eymənliyim düm qaralar, ağlar, yuxunuz çin olsun. Yüz yerindən bölgü dəyən, şaxta vuran, bürkü dəyən, üstündə bar mürgü döyən bağlar, yuxunuz çin olsun. Yuxsun görvaylan, eşqi dünya yaylan, ömrün otayı saylan çağlar, yuxunuz çin olsun. İçimdə var qara qorxu, gecələr yuxumdan qorxur, sinəmi gördüyüm yuxu dağlar, yuxunuz çin olsun. Ay batmadı, gün çıxmadı, şaman yozmur, din çıxmadı, mən gördüyüm çin çıxmadı dağlar, yuxunuz çin olsun. Bu da bir vətən həsrəti idi, bu da yurtdan, eldən, obadan uzaqlığın bir şartısı idi, qəlbimdə göynədi və məni yandırdı. Bu yanğı bu cür ortaya çıxdı. Bəzən yananda görmüşük ocaq yanır, közü ilə qalır, külü ilə qalır və yaxud da yerində yandırdığı qara daşla qalır və dərd şairi də yandıranda, əgər dərd səni yandırırsa, bir söz ortaya çıxmayıbsa, demək o dərddir. O yandırmır, yanmırsan demək. Şairin də közü elə onun sözüdür yəqin ki. Bilirsiniz, Natiq müəllim, bir şey deyim. Ümumiyyətlə, bütün dövrlərdə ədəbiyyatın meydanı çox genişdir. Allah məzar daşqına da rəhmət eləsin. Qardaş çox gözəl qeyd elədi. Şafiq müəllim çox gözəl qeyd elədi. Yəni, bizim cəmiyyətimizin, yəni Azərbaycan xalqının ən çox həmişə, belə deyək, urvatla saxladığı adamlar söz adamlarıdır. Urvatlı tutduqlarımız söz adamlarıdır. Və Məzahir Daşqın da o urvatlı adamlarımızdan, şairlərimizdən biri idi ki, bu günləri 103 yaş, məsələn, çox yaxşı qeyd elədin. Zaman baxımından, məkan baxımından böləndə var, bir əsrdir, bir əsrdən də bir 3 il artıqdır. Amma gəlin baxaq görüm, bu günləri Məzahir Daşqının adını kim eşidir? Hamı tanıyır. Niyə tanıyır? Bunu tanıdan nə idi? Bunun qonşusu deyildin, qohumu deyildin. Bax, ədəbiyyat meydanı budur. Heç kəsin yerini dar eləmir və hər kəsin öz yeri var. Zamanın süzgəci, bədii təfəkkürün, bədii düşüncənin süzgəcindən kim keçə bilirsə, o qalır. Yeri gəlmişkən, 1000 il bizdən sonra gələn nəsillər gəlmişik, getmişik, nə biləcəklər? Yadigar qalmasa onlara bizdən, biz nələr etmişik, nə biləcəklər? Çox gözəl, çox yaxşı bir yanaşma və ümumiyyətlə söz bütün zamanlarda, bütün xalqlardan fərqli olaraq bizdə çox urvatlıdır. Və bizdə də bu urvata gətirən bizim xalqımızın böyük dahilərinin olması və bu dahilər ədəbi dünyanın, ədəbi ictimaiyyətin ta eradan əvvəldən indiyə qədər diqqət mərkəzində olduğu bir nöqtədir ki, biz də bunlara baxıb öyünürük. Bax, şair, bu payız fəslini yaşayırıq. Elə bir fəsildəyik ki, belə deyək, şairlər ən çox nəyinsə ilkindən təsirlənirlər və nəyinsə belə sonluğa doğru yaxınlaşmasından. Bugün elə, necə deyim, yarpaqların saralıb tökülən vaxtıdır və qışla görüşən, yayın vidalaşan, yarpaqların yavaş-yavaş düşən vaxtıdır. Bax, şair öz yaradıcılığında necə tərənnüm edir bunu? Bilirsiniz, hər şeyin bir sonu var. Hər çiçəyin açdığı kimi solduğu vaxt da var. Hər bir yarpağın puçur olduğu zamandan böyüyə-böyüyə gəlib sap-sarı xəzəl rənginə düşüb və ağacdan aşağıya doğru yollanmağı var. Və insan, ümumiyyətlə, mənim həyatımda ən çox sevdiyim fəsillərdən biridir payız. Tanrının böyüklüyüdür ki, insan həyatını fəsillərdən ibarət edib. Bəzən insan bir yayın ortasında 5 qış yaşayır. Bir yay fəslinin ortasında 5 qış yaşayır. Bu yaşantı onun çəkdiyi əzablardır. Bu yaşantı o qışı bəzən də insan sap-sarı bir payızda, xəzəl olmuş bir payızda elə böyük bir sevda yaşayır. Elə böyük ilahi bir eşq yaşayır ki, o onun heç vaxt yadından çıxmır. Bir vaxt durub bir xan çinarının altında, Gəncə çinarının altından aşağıdan yuxarı baxırdım və payızın vaxtı idi, yarpaqlar tökülürdü. Və birdən elə nəsə içimdən gəldi. Rəngi avazıyıb, qanı quruyub, bu yarpaq üzümə nə yazıq baxır, sən bir şey bilmirsən ay qoca vələs, bu yarpaq üzümə nə yazıq baxır. İçinə tükənməz qayğımı dolub, gözünə çəkilməz uyğumu dolub, canına payızın soyğumu dolub, bu yarpaq üzümə nə yazıq baxır. Özümdən özümə acıq olmuşam, qəlbi dərddən cızıq olmuşam, mən bundan da betər yazıq olmuşam, bu yarpaq üzümə nə yazıq baxır. Xəzan olur o çəmən də, bu dağ da, dağ üstündən bir dağ oldu bu dağda. Mısmırığı yer süpürür bu dağda, bu yarpaq üzümə nə yazıq baxır.
bu yarpaq üzümə nə yazıq baxır. Bu gecənin o üzündə bir qara göz qız ağlayır. Başından tüstü buğlanır od ruhu bumbuz ağlayır. Göylər sustu məlalına, fələk girdi babalına, viran olmuş cəlalına ay yanır, ulduz ağlayır. Ürək dostu, könül dostu qələm, varaq, ürəyi yurt, canı torpaq, gözlərindən düşür yarpaq, yuxalı payız. Ağlayır. Payız da bu cür ağlayır. Sapsarı yarpaqlar da payızın gözündən düşür. Çox gözəl. Şaiq müəllim, Bəxtiyar Vəhabzadə, ulu şairimiz, Allah onun qəbrini nurla doldursun. Deyir ki, saxlasan bir anlıq yolundan onu, həyat təzələnməz, yer təzələnməz. Nəyinsə ilkidir, nəyinsə sonu. Dünya fırlanmasa, son ilkə dönməz. Bax, elə Elməddin müəllimin sözünə qüvvət olaraq, istəyərdim, bax, siz də bu, bəzən bizim yaşadıqlarımız, bax, nəyinsə təkrarı deyilmi? Babalarımızın yaşadığının təkrarı, yoxsa biz yaşadığımızda nəyisə yaradırıq? Ümumiyyətcə, həyat mərhələlərdən ibarətdir. İstənilən halda bizdən öncə yaşayan insanlar da öz taleylərini yaşayırlar və daha növbəti nəsillər də öz taleylərini yaşayırlar. Amma taleylərdə bənzərlik baxımı daha çoxdur. Bax, bu baxımdan elə şairlərimizin də həyatları bir-birinə daha çox bənzəyir. O baxımdan hesab edirəm Bəxtiyar Vəhabzadə ümumiyyətcə çox səlis fikirli, səlis məntiqli, sərbəst mövzularda böyük bir yazar, fikirləri də təqsib olunmaz bir şairdir. Hər halda söhbət Bəxtiyar Vəhabzadədən gedirsə, böyük məmnuniyyətlə ki, söz yoxdur. Mən istəyərdim elə bax bu məqamda Bəxtiyar Vəhabzadənin şeirlərdən birini əzbərinizdə varsa, tamaşaçılarımızı söz yox, yəni var. Baxma etibarıyla qısa və lakanik bir neçə bənd səsləndirə bilərəm. İstirabın sonu. İnsanlar cürbəcür, insanlar min-min. Öz gizli aləmi var ürəklərin. Hər il qışdan sonra gəlsə də bahar, yenə hər baharın öz aləmi var. Bir rəhdə olsaydı bütün çiçəklər, insanın gözləri yorulmazdı mı? Bir eşqlə vursaydı bütün ürəklər, dünyaya bir insan bəs olmazdı mı? Adam var, başında dolaşan fikir, sığışmır bu kainata. Adam var, düşüncəsindən tamahı yekədir, qarnının gözü ilə baxır həyata. Adam var, ürəyi tel kimi həssas, gördüyü hər şeyə deyər ayıfdır. Adam var, sasını daraqdan özgə, hələ heç bir duyğu qaldırmayıbdır. Yəni, bu çox 28 bənddən ibarətdir. Mən orada müxtəlif sözlərin də yer dəyişliyinə görə üzürlü hesab etsin tamaşaçılarımız, qiraətçilərimiz. Hər halda çox gözəl. Elə Bəxtiyar Vəhabzadənin bir bənd şeiri belə çox böyük bir fəlsəfədir. Bilirsiniz, Bəxtiyar Vəhabzadə Azərbaycan ədəbiyyatının fikir tarixidir. Yəni, nəzəri baxımdan Azərbaycan ədəbiyyatının fikir tarixidir. Və Bəxtiyar Vəhabzadənin tək biz günləri bir filosof, şair kimi yox, eyni zamanda dünyanın fikir sahiblərinə Bəxtiyar Vəhabzadənin öz yanaşması var. Məsələn, onun Bayrondan tərcümələri. Valla tamam fərqli, məsələn, mən hiss edirəm ki, bura Bəxtiyar süjet onun ola bilər. Və öz yanaşması var. Yaş eynimi siləliyib, dərdin məni silləliyib, bəxtimi dərd gülləliyib, topunu bağlama dünya. Sabahı var hər gecənin, dişi batmır göy gürzənin, bu qapı keçəl həmzənin, atını bağlama dünya. Qəlbimdə ocaq gələcəm, gözümdə çıraq gələcəm, bu axşam qonaq gələcəm, qapını bağlama dünya. Bəxtiyar Vəhabzadə dünyamızın qapısından başı uca girən şairlərimizdəndir. Qoca dünya dolaşdırır addım başı. Əvvəl-əvvəl sığal çəkir, öyür bizi. Kişiləşib dizlərimiz bərkiməmiş, qamçısınla, şallağınla öyür bizi. Həyat dəniz, ömür qayıq, can avardı. Hər nə dərd var, canı tapdı, cana vardı. Biz quzuyuq, bax kəm fürsət canavardı. Loxma-loxma, tikə-tikə yeyir bizi. Gəlişimiz nur çiliyir bu dünyaya. Gedişimiz dönür aha, dönür vaya. İnsanların biri dəmir, biri qaya. Biz əyilmirik, sadəcə zaman özü əyir bizi.
Bu fikirlər Bəxtiyar Vahabzadəyə məxsus deyil, amma hər halda dünya şeirinə cavab olaraq səsləndirir. Çox yaxşı, çox gözəl. Mən istəyərdim ki, bu məqamda elə bax bu duyğulu anda gözəl müğənnimiz Adil müəllimə söz verəm. Adil müəllim, bir daha salamlayıram, xoş gəlmişsiniz. Səsiniz həmişə var olsun, səsiniz həmişə yüksəklərdən gəlsin deyirəm. Mən istəyərdim bir gözəl segahla, bax elə söz ustamızın, şairimizin müşayiəti bir segah oxuyasınız və onlar da şeir deyərlər. Tamaşaçılarımız üçün də çox maraqlı olar düşünürəm. Mən də Bəxtiyardan başlamışım. Buyur. Mən də Bəxtiyar. Bir segah deyin, elə bir maraqlı məqam yaransın. Siz də öz şeirinizdən söz Yeri gəlmişkən, musiqi var, ürək sirkəliyir, gözlərdən yaş tərpədir. Musiqi var, ayaq oynadır, musiqi var, baş tərpədir. Doğrudan musiqi qidadır bədənə. Əhsən onu mahir və mükəmməl ifa edənə. Uğurlar arzulayır. Buyurun. Adil müəllim. Şeir deyəsin. Şeir deyəsin şu an. Əgər bir tarzan oluyub çala bilsəydim, əgər bir tarzan olub çala bilsəydim, arzumu sözümü telə verərdim. Xanəndə eşqimi can eyləsəydim, minbəmi bir kəsik zilə verərdim. Aman, 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 yarım ay damadım. Qayğılar zamana yüktür, saatım geriyə dönmür. Məndən ona sevda yolu, ondan bəri yol görünmür. Kimsə düşüb dalımıza hay harayla, kimdi belə? Qara bəxtim, qara vaxtım, əvvəlim ilkimdi elə. Yolumu ağlım aparır, ürək məni sana çəkir. Ağardın ağlım, bilmədin nə çəkir ürək, nə çəkir. Hərdən bir qız əl eləyir, illərin o tərəfindən. Yaman tez-tez ağrı qalxır, sinəmin sol tərəfindən. Ay bülbül nalə çəkər sən dəmilə, gülürlər çaylar solar çəməndə. Təbiyyətin hökmüyən saydı məndə, qanqalın ömrünü günə verərdim. Bir vısal dəmi, sizinlə keçirdiyim bir dəqiqəmi, sizsiz keçirdiyim ilə verərdim. Aman aman, bedəd aman aman, yaman əzizim canım. Gəl görüm kimi yarsan, hansı bəxtiyarın vəfadarsın. Kimin yarısan, hansı bəxtiyarın vəfadarsan. Qoy dolanın başına pərvanə tək, salma məni çöllərə divanə tək.
Adil müəllim, çox sağ olun, minnətdaram. Hörmətli tamaşaçılar, qısa bir aradan sonra yenə də sözümüzə, söhbətimizə davam edəcəyik. Hörmətli tamaşaçılar, reklamlarımız bitdi və sözümüzə, söhbətimizə davam edək. Mən istəyərdim, bax elə gözəl müğənnimiz məhəbbətdən, sevgidən oxudu. Mən istəyərdim elə söhbətimizi də elə məhz bu qayədə quraq. Gəncsiniz və təbii ki, Şahid bəyin də, Nicat müəllimin də öz yaradıcılığında, öz şeir toplusunda məhəbbət şeirləri var. Mən istəyərdim, bax, hər şairin məhəbbətə də baxışı başqadır, vətənpərvərliyə, vətən məhəbbətinə də baxışı başqadır. Mən istəyərdim, bax, bunu da paylaşaq tamaşaçılarımızla ki, görək, bax, sizin yaradıcılığınızda necə tərənnüm olunur? Çox sağ olun. Siz hər şey sevgidir. Vətən də sevgidir, torpaq da, daş da, hətta o təhtəl şuurunda yaşatdığın qız da. Yəni, hamısı bir sevgidən qaynaqlanır. Və bu sevgi bölünməz bir məfhumdur mənim anlamımda. Amma gənc olduğumuz üçün sevgimizin, belə deyək, ən çox hissəsini, enerjili vaxtını bəlkə də o sevdiyimiz şəxsə sərf eləmişikmi deyək, və yaxud da onun üçün mü olubdur deyək. Tuşlandı mı gözün gözə, yara varsa gözün gözə, oxu dəysə gözün gözə, eşqi tərk eləmək olmur. Sevgin nurdur daş odama, atsan çatmaz daş o dama, qəlbi ruhu daş adama nəsə həkk eləmək olmur. Düm qarasan, düm sarısan, köhlənərəm simsarısan, ürək, Tanrı simsarısan, sana şəkk eləmək olmur. Buyurun. Ümumiyyətlə, Təşəkkür edirəm. Şair maşallah çox ətraflı, çox məntiqli, çox səlis bir aydınlıq gətirdi. Ümumiyyətlə deyiblər ki, o kəs ki dünyada sevməz, sevilməz, ilk bahar gələndə ilhama gəlməz. Sevginin qədrini bilməyən insan həyatda heç nəyin qədrini bilməz. Sevgi isə söz yox ki, müxtəlifdir. Yəni, vətənə sevgi ilk öncədən başlanır, ataya, anaya sevgi var, üzr istəyirəm, sevdiyin şəxsə sevgi var, övladlara, ailəyə sevgi var, sənətə sevgi var. Bütün paralellikdə, amma göz önünə ilk öncə, yəni hər halda bir şəxsin digərini sevməsidir. Ümumiyyətlə, bizim məclisimizin adı da elə Buta məclisidir. Baxasınız, Buta anlayışı ilə folklorumuzda bir xüsusi məqam var ki, bir şəxsin digərinə olan xəyali sevgi, ilahi sevgisidir. buta verilməsi. Buta verilməsidir. Dastanlarımızdan yəni hər kəsə verilir. Bəli. Ümumilikdə demək istəyirəm ki, bayaq Bəxtiyar Vahabzadədən çox dəyərli statlar falan gətirildi. Azərbaycan yazarları, şairləri hamısı bizim ümumiyyətcə ədəbiyyatımızı nəzərə alsaq ki, bir səmadır, orada ulduzlar, Nizami Gəncəvi günəşdir. Bu danılmaz faktdır. Və bu baxımdan məhəbbət əbədi olmasa əgər, onda gənclik bir şəhvət oyununa dönər. Məhəbbət odur ki, üzü dönməsin. Məhəbbət odur ki, odu sönməsin. Əsl məhəbbət bu məhəbbətdir. İlki də, sonu da əbədiyyətdir. Hər kəs əbədi məhəbbət arzulayır. Sağ olun, minnətdaram. Çox yaxşı yanaşma və ümumiyyətlə insan bu cür həm yaşları ilə həm fikir olanda çox rahat olur. Şəxsən mən çox rahat oldum bu günləri. Bu buta məclisində elə bilginən ki, bu da bir butaydı. Bu da bir butaydı, bizə verildi. Və bu baxımdan demək istəyirəm ki, bütün nöqtələr sevgidən keçir və eyni zamanda bütün nöqtələr sevgidə birləşir. Söz yox, tamamilə doğru. Və bu baxımdan yenə bir şeir oxuyum. Buyurun, buyurun. Sən Tanrının son ümidi, sonuncu güman yerisən, başa gələsi işlərin ürəyə daman yerisən, ayrı xəyal dərk eləyən, vaxtından tez tərk eləyən, ürəyimin ərk eləyən küsüsüz uman yerisən, ömür sevgin ağlımı, hardan aldın sən ağlımı, aranın isti ilğımı, dağların duman yerisən. Ümumiyyətlə, bir dumanlı başla, açıq başla, belə də güllü çiçəkli hava ilə, ab hava ilə bir sevda yaşamaq hər kəsə nəsib. Biz də belə.
Şahik bəy, bax, istəyərdim siz də öz el məclislərimizdə olursunuz və bu el məclislərimizdə insanların bir-birinə məhəbbətini, vətənpərvərliyə məhəbbətini, anıya, atıya məhəbbətini gözəl şairlərimizin yaradıcılıqlarından sitat gətirməklə tərənnüm edirsiniz. Bax, istəyərdim bu məqamda Bəxtiyar Vahabzadənin bir şeirinə də müraciət edəyəm və bu şeirlə sizə sual ünvanlayam ki, təbiət insana iki əl verib, kimisə əlindən tutub qaldıraq. Bizə əməl üçün bir ağıl verib, çayların üstündə körpülər quraq. Anamız, atamız bizə dil verib, darda çırpınanın halını soraq. Bax, bəzən bizə verilən bu gözəllikləri, Allahın bizə bəxş elədiyi bu gözəllikləri yanlışlara istifadə edirlər. Bax, gənc nəslimizdə də olur, orta nəsildə də olur, təbii yaşından, başından asılı olmayaraq hər bir kəsdə olur. Allahın bizə verdiyi əli, düşmənçiliyə, nə bilim, dili acılamağa istifadə edirik. Bax, siz necə cavab verərdiniz? Bəxtiyar Vahabzadənin bu şeirinə sitat olaraq hansı şairin yaradıcılığına və yaxud Bəxtiyar Vahabzadənin özündən belə hansı sitatı gətirərdiniz? Tam ümumilikdə deyə bilərəm ki, atalardan, babalardan bir misal var ki, əl tutmaq əlidən qalıb. Ümumilikdə insan ömür sürürsə, yaxşılığa doğru ömür sürməlidir. Amma bu baxımdan bəzən həyat bizi xoşa gəlməz sürprizlərlə də qarşılaşdırır. Bu da danılmazdır. Gündəlik həyat yaşam tərzimizdə var. Olur ki, deyim ki, bir ömür, bir tamaşa. İnsan bir yol oynayır. Həyat özü bir səhnədir. Hərə bir rol oynayır. Qaldırın pərdələri, görək kim kimi didir. İblis mələkdir onun da. Tülkülər həccə gedir. Qaldırın pərdələri, tanıyaq dostuyadır. Pərdə arxasındakı dünya başqa dünyadır. İnsan elə iş tutar, düşünsən ağla gəlməz. Ən dahi aktyorlar o rola girə bilməz. İstənilən halda bütövlükdə insanlar bir-birinə yaxşılıq etsələr, daha doğru məlikdir. Daha hamımız belə istəyərik. Elə biz də bu arzu ilə, tamaşaçılarımızla, bax bu diləklə hər zaman istəyirik ki, şairlərimizin, söz adamlarımızın mənəvi dünyalarındakı o gözəllikləri tamaşaçılarımızla paylaşaq. Siz də var olun ki, elə gəlirsiniz, tamaşaçılarımızla bunu paylaşırsınız. Buyurun, nəsə demək istəyirəm. Namiq müəllim, dünya və həyat çox rəngarəngdir. Hər şey eyni ölçüdə, eyni biçimdə olmur. Təbii ki. Yaxşılıqlarla yanaşı yamanlıqlar da var. Əgər bu belə olmasa, həyatın da bir mənası olmazdı. Amma çalışıb bir insan kimi könül sındırmaq yox, könül qurmağa xidmət eləməliyik. Hər kəs bu yaxşılığı özündə aşlamalıdır. Özünə, öz məninə dur deməlidir. Daxilindəki bir mən var, o mənlə tək başına qalanda bir insan öz daxilində özünə hesabat verməlidir. Bugün mən gördüyüm işlər nə dərəcədə uyğundur? Nə dərəcədə mən öz haqqımı bərpa eləmək üçün kimlərin haqqından keçdim? İnsani yanaşmalar mövcud olmalıdır. Yeri gəlmişkən, bir fikir də var. Deyirlər, istənilən gözəllikdən 40 günə doymaq mümkündür. İstər gözəl təbiət, istər gözəl rəsm çaları, istər gözəl insan. Amma gözəl xasiyyətli insandan 40 ilə doymaq mümkün deyil. Hər halda çalışıb gözəl xasiyyətli olmalıyıq. Bir də bir deyim var, bir gənc dostumuzun fikridir. Xasiyyət mənimdir, xarakter sənindir. Hər şey münasibətə və ünsiyyətə görə qurulur. Təbii ki. Tutub əlimdən gəlmişəm, çıxıb ölümdən gəlmişəm, bura zülümlə gəlmişəm, qovma məni, getməyəcəm. Çiçəyimi sovubdular, ovum ovubdular, oradan zorla qovubdular, qovma məni, getməyəcəm. Ümidim sənə tapınır, qapı günəşli, qapı nur, üzümə çırpıb qapını qovma məni, getməyəcəm. Ölüm həyatın sonucu, ürəyimi al, dil ucu, sıyırıb qəzəb qılıncın qovma məni, getməyəcəm. Baxcam viran, gülüm həşəm, dərd ələmdir kefim, nəşəm, getmək üçün gəlməmişəm, qovma məni, getməyəcəm. Mən arz edirəm ki, hər kəs yaşadığı bir insan həyatı üçün bütün canlılar içərisində ən az ömrə malik canlıdır insan, o az bir zaman kəsliyində nəsə bir iz qoymağı bacaraq. Bütövlükdə hamımız bu dünyaya gəlmişik kirayə. Çalışaq bir-birimizə nə kin yaşadaq, nə də kinayə. Mən istəyərdim, bax, bu gözəl söhbətimizin davamında Adil müəllimin səsini yenə dinləyək və onun səsinin ifasının həzmində şairimiz də, söz adamımız da elə şeir desin, tamaşaçılarımız da bir mənəvi zövq alsınlar. Buyurun.
aman, aman, aman. Da xüsusi şaşər bir yer tutur. Və bilir ki, yenə nə ağlarsan, nə sızlarsan, mənim yaralı sevdalı könlüm. Könüllərin o qədər dərdi var ki, ağlamasa, sızlamasa olmur yəni. Bu həyat dərdi qəm, hər dəmi dərddir. Deyirlər uşaqkən ağlına batmır. İnsanın ən yaxın həmdəmi dərddir. Çünki o heç zaman insanı atmır. Məndən soruşsalar dərdin nə qədərdir? Cavabım çoxdur, çoxdur deyərdim. Desən ki, dərdlərin bir dağ edərmi? Dağ boyda olsaydı, yoxdur deyərdim. İndi gör mən nə boydayam, gör dərd nə boyda. Mən kiçikdən kiçik, dərd isə böyük. Amma bu qədər dərddən mənə nə fayda? Bir dərddən ağarır, başda milyon tük. Olur ki, könüllər nə yersiz yerə ağlamasın, heç vaxt, heç kəsin önünü şər qüvvələr bağlamasın. Mənim üçün də Hicrana rast geldi, bari baktım. Sinemde oynattım. Dema yeşk yaman aman 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 Sağ olun müəllim, minnətdaram. Səsiniz var olsun, hər zaman səsiniz bax belə ucalsın. Bax, necə keçdi sizin üçün bu tam məclisi? Bax, istəyərdim, bax, sona yaxınlaşırıq. Yəqin ki, bu qədər sözlü söhbəti bir veriliş çərçivəsinə sığışdırmaq çətindir. Söz danışdıqca daha da artır. Yəni, ona görə də istəyərdim, bax, bu məqamda sonluğa yaxınlaşırıq və tamaşaçılarla hər ikiniz öz duyğularınızı, düşüncələrinizi paylaşasınız. çox sağ olun, ovqatınız xoş olsun. Vaxt dediyin də bir sürətlə keçir ki, heç hiss eləmirsən. O qədər gözəl bir ab-hava ilə, o qədər gözəl fikirlərlə bir-birimizlə mübadilə elədik ki, əslində çox rahat oldum, çox sevindim və yenə də bir daha hər birinizə təşəkkür edirəm. Bu verilişin çəkilməsində göstərdiyi xidmətlərə görə əziyyət çəkənlərin hər birinə öz minnətdarlığımı bildirirəm. Bizim üçün çox xoş, gözəl bir ovqat yaşadıq. Həmişə ovqatınız belə xoş olsun. Həmişə bu gözəl, bütün bu şair ömründə gözəllikləri tapıb yazasınız. Vətən sevgisini vətəndə yazasınız. Vətən həsrətini az yazasınız, belə deyirəm. Çox sağ olun. Buyurun. Təşəkkür edirəm. Mən də sonda bütün tamaşaçılara xüsusi təşəkkür edirəm. Ümumiyyətlə, bu verilişin araya gəlməsində zəhmət olan hər kəsə rəhbərlikdən başlanaraq bütün texniki işçilərə qədər hər kəsə xüsusilə sizə təşəkkür edirəm.
və sizlərə təşəkkür. Tanrının bizə bəxş etdiyi bu gözəl günə min şükür olaraq demək istəyirəm ki, Qızılı Payızda ekranlarda sizlərə gəldik. İnsanların evinə qonaq gəldik. Yer gəlmişkən qızıl balıq yeməklə diş qızıl olmur. Qızıl balıq çəkməklə də şiş qızıl olmur. Qızıl deməklə də iş qızıl olmur. İnsanın qızıl kimi bir vaxtı, bir də vaxtı olsun. Qızıldan dəyərli vaxtınızı bizim üçün ayırdığınıza görə sizə qızıl vaxt arzulayıram. Bir də hər kəsin, bizi izləyən hər kəsin xoşuna gələn başına gəlsin, başına gələn xoşuna gəlsin. Sağ ol, hər şey gözəl. Minnətdaram, çox sağ ol belə bir sonluq üçün. Mən istəyərdim ki, Adil müəllimə də söz verək və Adil müəllimə söz verməmişdən öncə istəyərdim ki, bax hər birinizə, Aran ansamblına, bədii rəhbərə və həmçinin Adil müəllimə başda olmaqla hər birinizə öz təşəkkürümü bildirirəm ki, gəldiniz və bizim bu bazar axşamında öz duyğularınızı, düşüncələrinizi tamaşaçılarımızla paylaşdınız. Son olaraq onu demək istəyirəm ki, söz elə bir qüvvədir ki, insanı vəzir edər, rəzil edər. Sözünüz həmişə sizi yuxarılara, ucalara aparsın və bu amalla, bu duyğu ilə, bu düşüncə ilə, bu arzu ilə da sizinlə sağollaşırıq və Adil müəllimin xoş bir avazı ilə Allah amanında qalın deyirik. Buyurun Adil müəllim. Məftunu olmayım köllü məşkəsin bala. Məftunu olmayım köllü məşkəsin bala. Ay xumar başlın səndən sana. Sığıldı məşqinə bir pa görmədim. Dumandan sava, içəndən sava. Qaytar eşq havası çalan günlərim. Qaytar eşq havası çalan günlərim. Ağlımın başından alan günlərim. Ömürdən sağıram qalan